Təsəvvür et ki, uça bilirsən. Amma tək bir səhv səni göydən yerə sala bilər. Qədim Yunanıstanda dahi ixtiraçı Dedalus və onun gənc oğlu İkarus Krit adasında əsir qalmışdılar. Gəmilər nəzarətdə idi, dəniz isə qorunurdu. Buna görə Dedal lələklərdən və mumdan 2 cüt qanad düzəltdi. Uçmazdan əvvəl oğluna xəbərdarlıq etdi. Çox alçaq uçma dəniz qanadlarını ağırlaşdırar. Çox yüksək uçma günəş mumunu əridər. Onlar göyə qalxdılar və uçmağa başladılar. Əvvəlcə İkarus atasının arxasınca gedirdi. Amma uçmağın həyəcanı onu daha da yuxarı qalxmağa vadar etdi. O günəşə doğru getdikcə daha yüksək uçdu. Az sonra mum əriməyə başladı. Lələklər bir-bir küləyə sovruldu və qanadlar dağıldı. Bir anın içində İkarus dənizə doğru düşdü. Onun hekayəsi bugün də bir xəbərdarlıq kimi yaşayır. Bəzən ən böyük təhlükə yıxılmaq deyil, günəşə həddindən artıq yaxın uçmaqdır.